Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bugün sizə yenidən ödənişsiz bir dərs izah etmək istəyirəm. Dərsimiz əslində iş üsullarının davamıdır. Keçən həftə iş üsullarının birinci hissəsini sizə izah etdim və qeyd etdim ki, iş üsullarını öyrənməyin ən gözəl yolu onu müəyyən beşlik şəklində və yaxud da 10-10 şəklində öyrənməkdir. Yəni, iş üsullarının sayı 30-a yaxındır və bu da müəllimlərin gözünü qorxudur. Amma istər MİQ imtahanına, istər sertifikasiya imtahanına mütləq bir sual iş üsullarından düşür. Ona görə də mütləq şəkildə bu dərsi öyrənmək lazımdır. Deməli, gəlin biz keçən dərs izah etdiyimiz hissəni bir daha üzərindən qısa məzmunundan keçək və növbəti beşliyi sizə yenidən tədris edim. Keçən həftə biz beyin həmləsi haqqında məlumat almışdıq. Beyin həmləsinin açar sözü müəyyən kreativ ideyaların şagirdlər tərəfindən bildirilməsi və müəllimin həmin ideyaları toplamasıdır. Bu iş üsulunun özəlliyi nə idi müəllimlər? Şagirdin özünə inamını qaytarırdı. Şagird özünə inanır. Burada müəllim icazə vermirdi ki, uşaqlar bir-birlərinin fikrini mühakimə etsinlər və şagirddə də özgüvən yaranırdı. Tərifini də yadımıza salaq. Tərifi necə idi? Müxtəlif kreativ ideyaların bir yerə toplanması və bölüşdürülməsi baxımından önəmli iş üsuludur. Müəyyən problemlərin həllində beyin həmləsindən biz istifadə edirdik. Bəzən beyin həmləsi, bəzən əqli hücum gedir testlərdə adı. Deməli, daha sonra biz sizinlə öyrəndik hansı iş üsulunu? Proqnozlaşdırma iş üsulunu. Proqnozlaşdırma əsasən bizim ədəbiyyat, tarix dərsində apardığımız iş üsullarından biridir. Şagirdin təxəyyülünü inkişaf etdirən iş üsuludur. Bir mövzunun müəyyən bir hissəsini şagirdə tədris edirik. Ola bilər ki, müəllim şagirdə sual versin və sonra nə baş verəcək? Və yaxud da belə bir sual da verə bilər. Mövzunun necə davam etməsini istəyirsən? Hekayənin necə bitməsini istəyərdin? Bunlar hər biri proqnozlaşdırmaya aid nümunələrdir ki, şagirdin təxəyyülünü inkişaf etdirir. Şagirddə tənqidi və yaradıcı təfəkkürü formalaşdırırdı. Və sonra nə izah etmişdik? Sokrat dialoqu çox düşür, MİQ-ə də və sertifikasiyaya da. Açar sözləri nələr idi? Lakonik ifadə, müzakirə üçün elə bir mətn seçmək lazımdır ki, orada müzakirə olunacaq suallar çoxluq təşkil etsin və burada müəllimin artıq sinif qaydası olmalıdır, qrup qaydası olmalıdır. Sokrat dialoqunda bütün şagirdlərin iştirak etməsinə müəllim diqqət etməli idi. Bir daha deyirəm, əsas açar sözü odur ki, verilən cavabdan yeni bir sual çıxmalıdır. Verilən cavabdan yeni bir sual yaranmalıdır. Deməli, davam edirik. Daha sonra Venn diaqramında əsas məsələ müqayisə idi. İki şəxsin, iki əşyanın, iki hadisənin müqayisəsi oxşar və fərqli cəhətlərini müəyyən etməyi bizdən istəyirdi. Və davam edək. Sonuncu beşliyimizdə qızıl dairə var idi. Biz bəzən 3M, bəzən qızıl dairə kimi görürük. Qızıl dairənin əsas açar sözü onun ünsiyyət texnikası olmasıdır. Dinləyib anlamada, oxuyub anlamada, layihə işlərinin aparılmasında istifadə etdiyimiz iş üsuludur. Bəzən situasiyalarda sizə 3 sual şəklində düşər. Yəni 3 N hərfi ilə başlayan sual verər və sizə deyər ki, bu hansı iş üsuluna aiddir? Və bəzən də sırf tərifini testdə qoyar sizin üçün və tərifinə görə siz hansı iş üsulunun olduğunu müəyyən edərsiniz. Qızıl dairəni biz adətən qrup şəklində aparırıq. Ümumiyyətlə, qızıl dairə əsasən qrupla və yaxud da bütün siniflə aparıla bilər. İndi gəlirik əsas hissəyə. Bugün mən sizə hansı iş üsullarını izah edəcəm. Başlayaq ziqzaqdan. Ziqzaq əsasən oxuyub anlama bacarığı şagirddə formalaşdırır. Təşkilatçılıq bacarığı şagirddə formalaşdırır. Necə aparılır və nə üçün aparılır? Biz ziqzaqı böyük bir mətnin və yaxud da böyük bir hekayə olsun, nə bilim, tarix dərsində, coğrafiya dərsində, ədəbiyyat dərsində fərqi yoxdur. Müəyyən lazım olan dərslərdə istifadə etmək olar. Həmin mətni sinifdə şagirdlərə öyrətmək istəyirik. Bunun üçün nə edirik biz? Şagirdləri əvvəlcə qruplara bölürük. Qruplara böldükdən sonra şagirdlər yerlərində əyləşərək sayırlar. 1,
2, 3, 4. Yəni məsələn baxın 1, 2, 3, 4. Şagirdlər 1, 2 ziqzaq formasında saydıqdan sonra məsələn tutaq ki, bu olsun A qrupu, bu olsun B qrupu, bu olsun C qrupu. Müəyyən qruplarda şagirdlər saydıqdan sonra müəllim əlavə olaraq yenidən şagirdlərə kənarda bir qrup açır. Şagirdlərin birinci saydıqları qrup onların doğma qrupları adlanır. Sonra müəllim şagirdə deyir ki, birlər bir yerə toplaşsın, ikilər bir yerə toplaşsın, 3 deyənlər bir qrupa toplaşsın, 4 deyənlər bir qrupa toplaşsın. Fərqi yoxdur. 5 deyənlər 5 olmur, yəni 5 qrup yarana bilər, 6 qrup yarana bilər. Əsas məsələ şagirdlər 1-dən başlayır 4-ə qədər nömrələyir müəllim şagirdləri ziqzaq formasında. Sonra hər nömrəni eyni qrupa gətirir. Qıraqda da, kənarda da bir qrup açır müəllim, həmin qrupa şagirdləri gətirir. Mətni müəyyən hissələrə bölür. Məsələn, 5 yerə bölə bilər, 4 yerə bölə bilər. Neçə hissəyə bölürsə, o qədər də qrup yaratmalıdır müəllim. Şagirdlərə müəyyən vaxt verir. 20 və yaxud da 15 dəqiqə falan vaxt verir şagirdlərə. Şagirdlər mətni oxuduqdan sonra qayıdırlar geri öz doğma qruplarına. Doğma qruplarına qayıdan şagirdlər öyrəndikləri hissəni bir-birinə danışırlar. Burada nə baş verir? Baxın, düşünün ki, bir qrupda şagirdlərin birinci doğma qrupu yox idi müəllimlər. Həmin qrupda həm birinci hissəni, həm ikinci hissəni, həm üçüncü hissəni, həm də dördüncü hissəni bilən şagird olur. Hər kəs öyrəndiyi hissəni bir-birinə danışır. Ona görə şagirdlər dinləyib anlama, oxuyub anlama bacarığı formalaşdırır və ziqzaqın əsas açar sözü təşkilatçılıq bacarığı şagirddə formalaşdırır. Əsasən qrup şəklində aparılır. Demək olar ki, qrup şəklində ziqzaqdan istifadə edirik. Bir daha deyirəm. Müəllim təsəvvür edin ki, sinif daxilində 2 dəfə qrup yaratmış olur. Birinci yaratdığı qruplar şagirdlərin doğma qruplarıdır. Sonra kənarda da müəllim qruplar yaradır və bu zaman artıq müəyyən nömrələrlə olan şagirdlər həmin qruplara daxil olurlar. Bu qruplarda şagirdlər 20-15 dəqiqə mövzuları öyrəndikdən sonra təzədən əvvəlki öz birinci qruplarına hər kəs durub gəlir. Və şagirdlərin öz yerlərinə keçməsi ilə onların həm birinci hissəni, həm ikinci hissəni, həm üçüncü, həm də dördüncü hissəni bilən şagirdlər qrupu yaranır. Və hər hissədən məlumatı olan şagirdlər qrupu yaranmış olur. Deməli, davam edirik. 7. Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxmaq maraqlı üsuldur. Proqnozlaşdırmanın bir üsuludur. Əsasən, məsələn, biz bunu nə zaman aparırıq? Müəllim müəyyən bir situasiya sinifə təqdim edir və bu situasiyaya müxtəlif baxışlar alır. Məsələn, mən necə düşünürəm, Günel necə düşünür, Tural necə düşünür, Zeynəb necə düşünür? Hər şagirdin məsələyə baxışını öyrənir. Məsələn, bugün yağış yağır və bugün yağışın yağması kimlərə müsbət, kimlərə mənfi təsir edə bilər. Yağışın yağmasını biz hər tərəfdən qiymətləndiririk. Bəzən şagirdlər deyir ki, sürücülər sevinir, çünki insanlar yağış yağdıqda daha çox taksi xidmətindən istifadə edir. Çətir satanlar sevinir, çünki yağış yağan zaman insanlar daha çox çətir almağa gedirlər. Və yaxud da bəzi şagird deyir ki, evsiz insanlar üçün bu pis olacaq, çünki yağışın yağması onların işini çətinləşdirir və s. Aksiyona baxaq. Aksiyon, məsələn, 2025-ci ildə MİQ-in birinci seansına düşmüş qəbul sualı məhz aksiyonla bağlı idi. Aksiyonu hərrac kimi yadınızda saxlayın. Əsasən ibtidai sinif şagirdləri arasında aparılır aksiyon üsulu və biz aksiyon üsulunda nəyə baxırıq müəllimlər? Şagirdlərə bir sual veririk. Həmin sual haqqında ən son fikir deyən şagird qalib elan olunur. Bu zaman müəllim şagirddə hansı bacarığı formalaşdırır? Çevik düşünmə bacarığı, xüsusiyyət sadalama. Burada əsasən hansı şagirdin yaddaşı
daha itidir, daha hazır cavabdır, həmin şagirdlər qalib gəlir. Müəllim şagirdlərdən tələb etməlidir ki, hamı bir-birini dinləsin, təkrar fikirlər olmasın, təkrar fikirləri səsləndirmək olmaz. Əsasən motivasiya mərhələsində biz auksiondan istifadə edirik. Qeyd edirəm ki, burada köhnə biliklərdən də istifadə etmək bacarığı formalaşa bilər. Mövzu haqqında daha çox məlumat, aşağı sinifdə öyrəndiyi məlumatı belə şagird yada salıb cavab verə bilər. Əsas budur ki, həmin şagirddən, sonuncu şagirddən sonra heç kəs cavab verməsin. Yəni əsas məsələ burada budur müəllimlər. Deməli, davam edirəm. Bütün siniflə keçirilir auksion. Bəzən yazılır fərdi, o səhvdir. Fərdi keçirilmir. Əşyaların qeyri-adi istifadəsi bir dəfəlik olaraq şagirddə yaradıcı təfəkkürü formalaşdırır. Texnologiya dərsində, həyat bilgisi dərsində istənilən fəndə aparmaq olar, amma əsasən təsviri sənət, həyat bilgisi, texnologiya dərsində istifadə edirik. Müəllim şagirdə müəyyən bir əşya təqdim edir və bu əşyadan nə hazırlaya bilərsiniz, nə düzəldə bilərsiniz sualını verir. Və yaxud da evdə müxtəlif əşyalardan hər hansı bir yeni əşya hazırlayın tapşırığını verir. Və yaxud da istifadəyə yararsız bir məhsuldan yeni nə düzəldə bilərsiniz? Yəni bir dəfəlik şagirddə 21-ci əsr bacarığı olan yaradıcı təfəkkürü formalaşdırır. Və nəhayət sonuncu bizim onluğumuzda hansı iş üsulumuz var? Baxaq. Qərarlar ağacı. Qərarlar ağacı qrupla aparılır. Açar sözü ən səmərəli qərar vermədir. Ən səmərəli qərar vermə. Müəyyən vəziyyətdə hər hansı bir çətin və yaxud da hansı ki orada tez cavab tapa bilməyəcəksiniz. Elə bir situasiyalarda şagirdlərə təqdim olunur. Qərarlar ağacının içərisində biz beyin həmləsi texnikasından istifadə edirik və beyin həmləsi texnikasından istifadə etdikdə şagirdlər həll yolları tapırlar. Həll yolları tapdıqdan sonra başlayırlar həmin həll yollarını müzakirə etməyə. Onun içindən də ən yaxşını götürürlər, 3 ən yaxşı fikri götürürlər. Ən sonda 4-cü mərhələdə 3 fikirdən yenidən təhlil olunub daha gözəl fikir götürülür. 5-ci mərhələdə isə nəyə görə bu fikri götürdüklərini şagirdlər dəyərləndirirlər. Deməli, bir daha deyirəm, 5 mərhələdən keçir. 1-ci mərhələdə problemi müəyyən etməlidirlər. 2-ci mərhələdə beyin həmləsi ilə həll yolları tapmalıdırlar. 3-cü mərhələdə həll yollarının içərisindən 3 həll yolunu saxlamalıdırlar. 4-cü mərhələdə 3 problem götürməmişlər həll yolu. Həmin 3 həll yolundan da birini götürürlər, ən yaxşısını götürürlər və 5-ci mərhələdə isə artıq dəyərləndirmə başlayır. Qərarlar ağacı qrupla aparılır. Bir daha qeyd edirəm, açar sözü ən səmərəli qərar vermədir. Ən səmərəli qərar vermədir. Və bəzən problemlərin həllində istifadə edirik. Şagirddə təhlil etmək bacarığı, nəticə çıxartmaq, qərar qəbul etmək bacarığı, xüsusilə 21-ci əsr bacarıqları formalaşdıra bilir. Belə, növbəti 5-liyi də izah etdim. Artıq biz 10-a yaxın iş üsulunu sizinlə öyrənmişik. Əsas iş üsullarında məzmun və açar sözlərə diqqət etsəniz, testdə tapmaqda sizə problem olmayacaq müəllimlər. Gəlin indi öyrəndiyimiz iş üsullarına aid müəyyən sınağa baxaq və görək ki, iş üsullarını nə qədər mənimsəmişik. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Venn diaqramı bəzən müəllimlərin əziyyət çəkdiyi bir hissədir. Yəni, tapa bilmirlər sualları. Amma gəlin mən sizə bunun izahını verim ki, sizin üçün bundan sonra daha asan da olsun. Venn diaqramında müəllimlər, məsələn, bax, bu hissədə siz hansı iş üsulunu veribsə, ona aid fikirlər tapmalısınız. Ortada, yəni iki dairənin kəsişməsində ortaq xüsusiyyətləri tapacaqsınız. Kənarda da yenə də verilənə aid xüsusiyyətləri tapmalısınız. Yəni siz həm fərqli, həm də oxşar xüsusiyyətləri tapmalısınız. İndi gəlin görək müəllimlər bizə ziqzaq və qızıl dairə verib. Bunların öz oxşar xüsusiyyəti var və yaxud da fərqli xüsusiyyəti nələrdir? Deməli, onları götürək. 1. İri həcmli mətnin məzmununun qısa zaman ərzində öyrədilməsi. Ziqzaqa aiddir, bəli, aiddirsə götürürəm.
Şagirdin təxəyyülünü inkişaf etdirir. Şagirdin təxəyyülünü inkişaf etdirən hansı iş üsulundan danışdıq? Proqnozlaşdırmadan. Ona görə üzərindən xətt çəkirəm. Oxuyub anlama bacarığı şagirddə formalaşdırır və əsaslandırma bacarığı şagirddə formalaşdırır. Oxuyub anlama bacarığı bəli, ziqzaqda formalaşdırır. Deməli, qızıl dairə də formalaşdırır. Ona görə biz 3-ü götürürük və qızıl dairəyə baxırıq. Sinifdə hərəkət etmək üçün şagirdə şərait yaradır, götürmürük. Sinifdə hərəkət etmək və düşünmə şəraiti yaratmaq sinif künclərinə aiddir. Ünsiyyət texnikası kimi bəli, qızıl dairəni götürürük. 1, 3, 6. Qızıl dairədə əsaslandırma var, amma ziqzaqda əsaslandırma yoxdur müəllimlər. Ona görə 1, 3, 6-nı götürürük. Y variantı. Davam edirəm. Aha, Mədinə müəllim ədəbiyyat dərsində Dəli Kür romanını tədris edir. Əsərin müəyyən hissələri fasiləli şəkildə oxunur. Şagirdlər əsas qəhrəmanlardan Təxminə, Əsəd və Məmmədəli bəy haqqında məlumat aldıqdan sonra müəllim şagirdlərə 3 sual verir. Gəlin baxaq müəllimin şagirdlərə verdiyi 3 sual. Bəzən bunu müəllimlər belə bir tipləri qızıl dairə ilə səhv salırlar imtahanda. Ona görə ehtiyatlı olun. Məsələn, burada 3 sual elə sizə verməklə sizin beyninizi qarışdırmaq istəyir ki, siz gedib qızıl dairəni və yaxud da 3N-i də götürəsiz. Siz suallara baxın. Görün suallar N hərfi ilə başlayır və yaxud da həmin suallar həqiqətən də qızıl dairəyə aiddir. Amma bizim müəllimin şagirdə verdiyi suallar Təxminənin ailəsi onun Əsədlə münasibətinə necə reaksiya verəcək sizin fikrinizcə? Hadisələrin gedişində Əsədi nə gözləyir? Əsərin sonluğu necə bitə bilər? Yəni qızıl dairə ilə əlaqəsi yoxdur. Düzdür, cavab variantımızda yoxdur qızıl dairə. Amma yenə də imtahanda bir dəfə düşmüşdü və müəllimlər proqnozlaşdırmanı kənara qoyub sırf burada 3 sual var deyə gedib qızıl dairəni götürmüşlər. Amma burada cavab proqnozlaşdırmadır. Deməli, davam edirəm. Qərarlar ağacı və Sokrat dialoqu yenə də baxın bizim Venn diaqramında olan bir sualımızdır. İstəyirsiniz siz videonu bir neçə dəqiqəlik dayandırın, suala özünüz cavab verin. Daha sonra isə sualı izahına baxın, görün düz tapmısınız, yoxsa yanılmısınız. Qərarlar ağacının əvvəlcə qərarlar ağacına olan fikirləri tapmalıyıq. Əgər varsa götürürük. Vacib deyil olsun. Bəzən müəllimlər elə düşünür ki, mütləq hər bir hissədən nəsə götürməliyik. Yox, olsa götürürəm, olmasa götürmürəm. Qərarlar ağacı fərdi aparılır. Qrupla aparılır. Ona görə biri götürmürəm. Beyin həmləsindən istifadə olunurmu? Bəli, bayaqları izah etdim. Beyin həmləsi texnikasından istifadə olunur. İdarə etmə və öyrətmə bacarıqları var. İdarə etmə və öyrətmə bacarıqları rollu oyunda, simulyasiyada, təlim simulyasiyasında var. Ona görə 3-ü götürmürəm. Sual vermək bacarığı. Sual vermək bacarığı da Sokrat dialoqunda var, amma qərarlar ağacında yoxdur. Yəni ortaq xüsusiyyət olmadığına görə 4-ü də götürmürəm. Lakonik ifadə bəli var. Lakonik ifadə Sokrat dialoqundan əlavə Sinkveyində var, yadda saxlayın, klasterdə var. Bu strategiya mətnin yaxın analizinə əsaslanır. Burada çoxlu əsas verən bir mətin seçmək lazımdır. Yəni burada elə bir mətin olmalıdır ki, bu mətndə çoxlu suallar olsun. 6 da doğrudur. Bizim cavabımız 2, 5, 6 olacaq. B variantı. Davam edirəm. Deməli, növbəti. Deməli, 4-cü sualı izah etmirəm. 4-cü sualın cavabını siz variantlarda qeyd edəcəksiniz. Mən variantlarda həmin sualın düzgün cavabını başa tutturacağam və siz düzgün cavab verdiyinizə həmin hissədən baxa bilərsiniz. Adətən doğru-yanlış cədvəli müəllimlərin əziyyət çəkdiyi bir hissədir. Sizə bir fasilitatorluq edirəm, amma sualın cavabını isə siz rəylər bölməsində qeyd edərsiniz müəllimlər. Yadda saxlayın, bu tipli suallarda birinci sualın şərtinə baxırsınız. Uyğunluq istəyir sizdən, yoxsa uyğunsuzluq istəyir? Uyğunluq istəyirsə, o zaman nə etməlisiniz? Doğrudan doğrunu götürməlisiniz. Və yaxud da bu hissədə yazılan və bu hissədə olanlar bir-birini təksib etməməlidir. Uyğunsuzluq istəyəndə isə
burada yazılan və burada yazılan fikirlər bir-birinin əksi olmalıdır. Yəni bir-birinin uyğunsuzluq deyil axı, əksi olmalıdır. İndi zəhmət olmasa 4-cü sualın cavabını rəylər bölməsində qeyd edərsiniz. Belə dəyərli müəllimlər, dərsin izahı bitdi. Ümid varam ki, dərsin izahı hər biriniz üçün yararlı oldu. Növbəti həftə inşallah iş üsullarının artıq 10 iş üsulunu sizə izah edəcəm və toplam biz 20 iş üsulunu sizinlə öyrənmiş olacağıq. Yanvar qruplarına qoşulmaq üçün ekranda gördüyünüz 055 527 2599 nömrəsinə mesaj yaza bilərsiniz. Bəzən müəllimlərin metodikadan gec hazırlaşmağı, imtahana yaxın bir vaxtda proqramın ağır olması, materialın çox olması onları yorur. Ona görə də vaxtında dərsə qoşulmaqla, metodikadan dərsə qoşulmaqla həm müsahibə mərhələsinə, həm də imtahan, sertifikasiya və yaxud da MİQ imtahanına hazırlıq mərhələsində qabağa düşürsünüz. Nəsə qazanmış olursunuz. Bu sizə müəyyən 20 bal MİQ-də verir və 10 bal isə sertifikasiyada verir. Əlbəttə ki, bu 1 bal belə sizin üçün önəmlidir. Həm də qeyd etdiyim kimi metodika sizə müsahibə mərhələsində də lazım olacaq. Qısa, asan, lakonik yollarla əgər kurikulumu öyrənmək istəyirsinizsə, mütləq bizim kanala abunə olun və bizim dərslərimizdən yararlanmağa çalışın. Qeyd edim ki, ödənişsiz dərslərimiz də bütün fənlərdən Azərbaycan dili, riyaziyyat, kurikulum, tarix fərqi yoxdur. Bütün fənlərdən davam edir. Ödənişsiz hazırlaşan müdavimlərə dəstək olmaq üçün FES Akademi hər zaman sizin yanınızdadır. Sağ olun, növbəti dərslərdə görüşərik. Rəy yazmağı və bəyənməyi unutmayın.